Buraya təsadüfən düşməmisən. Zehnin hələ baş verənləri tam dərk edə bilmir. Amma daxilində bir yerdə artıq o səssiz çəkimi hiss etmisən. Gözlərin bu sətirlərdə dayandı. Baxışların yumşaldı və qısa bir an üçün ətrafdakı bütün səs-küyü arxa plana çəkildi. Bu dayanma çox qiymətlidir, çünki bu, daxilindəki o dərin parçanın özünə ayrılmış olanı tanıdığı anlamına gəlir. Məhz indi, həyatının bu nöqtəsində bu sözləri eşitməyə ehtiyacın var idi. Sabah yox, dünən də yox, dəqiq indi. Çünki sənin içində adını hələ qoymadığın bir dönüşüm başlayır. Bir səhifə ağır-ağır bağlanır, digəri isə açılmaq üçün gün sayır. Sənə doğru gələn şey özü ilə aydınlığı, isti bir hissi və səni tələsdirməyən, sıxışdırmayan, əksinə, olduğun kimi qəbul edən o dərin sevgini gətirir. Bir anlıq burada qal, müdafiəni aşağı sal, ruhun biraz dincəlsin. Biraz sonra eşidəcəklərin səni təsir altına salmaq üçün deyil, sən məhz olduğun o həssas nöqtədə qarşılamaq üçün hazırlanıb. Burada olmağının bir səbəbi var. Parmağının elə bu saniyə ekranı sürüşdürməyə dayandırmasının, gözlərinin bu sözlərə möhürlənməsinin bir səbəbi var və qəlbinin nədənini hələ izah edə bilmədiyin bir şəkildə artıq sürətlənməyə başlamasının da bir səbəbi var. Bu qəza deyil, bu təsadüf deyil. Bu, minlərlə məzmun arasında axıb gedən sadə bir video da deyil. Bu an, sən səhər gözlərini açmazdan çox əvvəl planlaşdırılmışdı. Hələ həyatına nələrin toxunmalı olduğunu özün də fərq etmədən çox əvvəl sənin üçün hazırlanmışdı. Kainat səhv etmir, səni buraya gətirən o sonsuz qüdrət də yanılmır. Sən buraya indiki anlayışından çox-çox üstün olan ali bir güc tərəfindən mərhəmətlə yönləndirildin. İndi eşidəcəklərin gələcəyə baxışını, qəlbinin dərinliklərini dərk etməyini və sənə hər keçən an biraz da yaxınlaşan o sevgini qəbul etməyini köklü şəkildə dəyişdirəcək gücə malikdir. İndi bunları dinlərkən fiziki gözlərinlə görə bilmədiyin bir yerdə mənalı bir şey şəkillənir. Məntiqin fövqündə olan, amma ruhuna çox tanış gələn o sahədə sənin üçün çox zərif, çox incə bir şey hazırlanır. Sevgi gəlir. Amma bildiyin, öyrəşdiyin o adi sevgilərdən deyil. Daha əvvəl yaşadığın, səni boşluqda qoyan, kefini pozan və ya dəyərini sual altına qoyan növdən bir sevgi deyil bu. Səni artıqmı, yoxsa kifayət deyiləm dilemmasına salan o yorucu hisslərdən danışmıram. Bu tamamilə başqa bir sevgidir. Çox uzun çəkən bir qülbət həyatından sonra evə qayıtmaq kimi hiss etdirəcək bir sevgi. Bitməyəcəkmiş kimi görünən sərt bir qışdan sonra vuran o ilk yaz günəşi kimi. Və bu sevgi bugünə qədər səssizcə tökdüyün hər damla göz yaşına məna qatacaq. Bu sevgi heç gözləmədiyin biri tərəfindən gələcək. Səndən yaşca kiçik, qəlbi tərtəmiz, niyyətləri dürüst. Və sənin həyatındakı rolu hələ ikiniz də dünyada olmazdan əvvəl yazılmış biri. Bəlkə özündən soruşursan, niyə mən? Bu sözlər həqiqətən mənə deyilir, yoxsa başqası üçün olan bir mesaja düz gəldim? Mən, Kral Yungun beyni olaraq sənə ən səmimi halımla deyim, bu mesaj məhz sənin üçün hazırlanıb. Yolculuğunun məhz bu məqamında sənə çatmalıydı. Sən görüldün. O verdiyin səssiz döyüşlər, heç kimin xəbəri olmayan o mübarizələrin fərq edilmədiyini düşünmə. Dolu bir otaqda belə özünü tək hiss etdiyin o anlar izlənildi. Göz yaşlarını içinə axıtdığın o gecələr, səhərlər, həyata yenidən başlamaq üçün lazım olan o gücü toplamaq üçün çəkdiyin əziyyət hər zaman bilinirdi. Daxilində fırtınalar qopanda üzünə taxdığın o təbəssümlər anlaşıldı. Ruhunun ən dərinliklərinə toxunacaq, sənin əsl mahiyyətinə çatacaq o səmimi bağa olan həsrətin eşidildi. Bugün bu mesaj sənə gözləmə mövsümünün artıq başa çatdığına dair bir işarə, bir təsəlli kimi çatdı. Xəyal etdiyin o sevgi xəyali deyil. Sadəcə nağıllarda və ya uzaq röyalarda qalan bir fantaziya deyil. Sadəcə səndən daha xoşbəxt və ya daha layiq görünən başqaları üçün də deyil. O sevgi həqiqidir, yoldadır və düşündüyündən çox daha yaxındır. Səndən gənc bir ruh həyatına girəcək və unutduğun, bəlkə də artıq hiss etmədiyini düşündüyün o köhnə yaralarını asta-asta sağaldacaq. Bu insan sənə baxdığında dünyadan gizlətməyə çalışdığın o parçalarını görəcək. Yaralarına baxacaq və onlarda gözəllik tapacaq. Qüsurlarını görəcək və onları heç tərəddüd etmədən qəbul edəcək. Keçmişinə baxacaq və qaçmaq əvəzinə bir zamanlar mümkünsüz saydığın o gələcəyə səninlə birlikdə əl-ələ getməyi seçəcək.
Bəlkə keçmiş təcrübələrin səni yaş fərqi mövzusunda ehtiyatlı olmağa vadar etdi. Bəlkə ətrafındakı səslər sevginin müəyyən qəliblərə uyğun gəlməli olduğunu pıçıldadı. Bəlkə də başqalarının mühakimələrindən, el-aləm nə deyər qorxusundan dolayı səndən yaşca kiçik birini sevmək ideyasına həmişə özündən uzaq tutdun. Amma sənin üçün yazılmış qədər insani sərhədlərə tabe olmur. O, ruhani bir uyğunlaşma, bir məqsəd və ilahi bir zamanlamaya görə hərəkət edir. Əgər iki qəlb bir-birinə möhürlənibsə, rəqəmlər öz mənasını itirir. Vacib olan tək şey hörmət, inkişaf, anlayış və iki ruhu birləşdirən o sakit sevgi axınıdır. Sənin həyatına girəcək bu insan da hazırlanıb. O da öz pozğunluqları ilə üzləşdi. Öz şübhələrindən keçdi. Əsl sevginin həqiqətən var olub olmadığını soruşduğu o qaranlıq yollardan addımladı. Yaşadığı hər çətinlik onu səni tam mənası ilə sevə biləcək birinə çevirmək üçün bir məşq idi. Sən də hazırlandın. Aldığın hər dərs, yaşadığın hər ürək sınığı, hər sağalma prosesi qəlbini bu dərin bağa qəbul edə bilmən üçün naxış kimi işlədi. Yaşadığın heç nə əbəs deyildi. Hər addımın səni məhz buraya gətirən o yolun bir hissəsi idi. Əgər indi içində bir yerdə sakitlik hiss edirsənsə, köksündəki o ağırlıq biraz yüngülləşibsə, içindən səssiz bir həqiqət yüksəlirsə, bil ki, bu təsadüf deyil. Bu bir tanıma anıdır. İçindəki o əsl varlığın artıq bildiyi bir şeyə verdiyi cavabdır. Bu, qəlbini yenidən açman üçün bir dəvətdir. Şübhədən çıxıb etibara addım atman, qorxunu tərk edib ümidə yer açman, səni incidən hər şeyi geridə qoyub, səni sevməyə hazır o ona tərəf yürüməyin üçün bir çağırışdır. Burada həmişə qəbul olunursan. Bu an yalnız sənin üçün nəzərdə tutulub. Sənin varlığın dəyərlidir, açıq qəlbliyin dəyərlidir və sənə ayrılanı qəbul etmək niyyətin hər şeydən önəmlidir. Əgər bizim kanala ilk dəfə gəlirsənsə, bil ki, buraya təsadüfən düşmədin. Bu məkan sənə təsəlli vermək, səni düşündürmək və ruhuna yol göstərmək üçün var. Tək olmadığını və heç vaxt olmadığını sənə xatırlatmaq üçün buradayıq. İrəlilədikcə bil ki, bu sözlər böyük diqqət və niyyətlə söylənir. Səni təzyiq altına salmaq üçün yox, ucaltmaq üçün. Səni tələsdirmək üçün yox, rahatlatmaq üçün. Özünə baxışını, sevgiyə dair anlayışını və gələcəyini necə xəyal etdiyini köklü dəyişdirəcək bir dərk anının astanasındasın. Dərin nəfəs al. İndiki anın içində olmana izin ver. Qəlbin açıq qalsın. Yaxınlaşan sevgi haqqında bilməli olduğun çox vacib bir şey var. Bu gənc insan səni tamamlamaq üçün gəlmir. Sən onsuz da tamsan. Sən onsuz da dəyərlisən. Sən onsuz da olduğun kimi kifayət qədər layiqsən. Bu sevgi səni təmir etmək üçün deyil. Çünki sən pozulmamsan, sınmamsan. Bu sevgi səninlə yanaşı dayanmaq, səni qiymətləndirmək və olmalı olduğun o insana çevrilərkən səninlə birgə böyümək üçün gəlir. Uzun müddət özünü tam hiss etmək üçün başqasına ehtiyacın olduğuna inanmış ola bilərsən. Səni həqiqətən görməyən insanlardan təsdiq gözləmiş, nə qədər dəyərli olduğunu görmədiyin üçün layiq olduğundan az olana razı olmuş ola bilərsən. Amma o səhifə artıq bağlanır, yeni bir səhifə açılır. Səmimiyyətlə dolu, emosional baxımdan etibarlı və qarşılıqlı hörmətə əsaslanan bir tərəfdaşlıq səhifəsi. Bu insanın kim olduğunu düşünə bilərsən, nə vaxt görünəcəyini, onu necə tanıyacağını düşünə bilərsən. Bu fərqindəlik səni narahat etməsin, əksinə hazırlasın. Bu insan bəlkə də indi sənin dünyanda səssizcə bir yerdədir. Bəlkə bugünə qədər nəzərə almadığın, təhlükəsiz və ya yad kateqoriyaya qoyduğun biridir. Yaxud da hələ tanış olmadığın, öz yolunda sənə doğru addım-addım gələn, yolu səninki ilə yavaş-yavaş kəsişən biridir. Həyatına girməli olduğu kimi girəndə bunu biləcəksən. Bunu zorlamayla yox, daxilindəki o dərin sakitliklə anlayacaqsan. Təbii hiss etdirən o tanışlıq hissi ilə, tələsmədən qurulan, sarsılmaz bir bağla fərq edəcəksən. Zamanın sənin xeyrini işlədiyinə güvən. Qəlbin tam qəbul etməyə hazır olanda sənə aid olanın gələcəyinə inan. Açıq ol, özünə qarşı mehriban ol. Gələcək şey səni dağıtmaq üçün deyil, dəstəkləmək üçün gəlir. Kim olduğunu dəyişdirmək üçün deyil, çevrildiyin o möhtəşəm insanı qiymətləndirmək üçün gəlir. Bu sevgi nəhayət həyatına daxil olanda sanki tamam yeni bir şeymiş kimi yox, bilmədən həmişə gözlədiyin o şeymiş kimi hiss etdirəcək. Məntiqin fövqündə bir tanım anı yaşayacaqsan. İzah olunmaz, səssiz bir bilik halı içindəki bir yerdə onun o şəxs olduğunu pıçıldayacaq. Zehnin sual versə belə, keçmiş təcrübələrin şübhə yaratsa belə,
qəlbin həqiqəti artıq dərk etmiş olacaq. Bu bağ daha əvvəl tanıdığın heç nəyə bənzəməyəcək. Sakit, təbii və dərindən gələn bir doğruluq hissi daşıyacaq. Hər şey qüsursuz olacağı üçün yox, sevginin özü əsil və səmimi olacağı üçün. Bu gənc insan həyatına təzə bir baxış bucağı ilə daxil olacaq. İçində uzun müddət susmuş o parçalar oyadacaq. Sənə bir zamanlar hiss etdiyin sevinci, kənara qoyduğun arzuları, məsuliyyət və fədakarlıqlar arasında sönüb gedən o həvəsi xatırladacaq. Onun vasitəsilə dünyaya fərqli baxmağa başlayacaqsan. Sadə anlar yenidən məna kəsb edəcək. Rutin, gördüyün yerlərdə gözəllik tapacaqsan. Sənin üçün artıq mümkünsüz saydığın ehtimallara yenidən inanmağa başlayacaqsan. Onun enerjisi ruhuna can suyu kimi gələcək. Bu, onun sənə verdiyi bir şeydir. Heç nəyi azaltmayacaq. Əksinə, birlikdə hər ikinizin daha güclü olduğu bir tarazlıq yaradacaq. Eyni zamanda sənin yaşadığın hər şey onun üçün bir hədiyyə olacaq. Sənin həyat təcrübən bir ağırlığa, bir qiymətə malikdir. Sən onun hələ keçmədiyi yollardan keçmisən. Onun hələ öyrəndiyi dərsləri sənə öyrədən səfər etmisən. Səndə yalnız zamanın və düşüncənin yarada biləcəyi bir anlayış dərinliyi var. Bu münasibətdə gənclik həyəcanı ilə təcrübənin sakitliyi arasında, maraqla anlayış arasında, ümidlə səbr arasında möhtəşəm bir harmoniya olacaq. Birlikdə tək başına qura bilməyəcəyiniz qədər gözəl bir şey quracaqsınız. Sevgidə ilahi bir nizam var və bu nizam qüsursuz zamanlama ilə işləyir. Hər şey olması lazım gələn vaxta gəlir. Həmin an bizə məntiqli görünməsə belə, sənə doğru gələn bu sevgi nə tezdir, nə də gecikmiş. Onu qəbul etməyə tam hazır olduğun anda qapını döyəcək. Bütün parçaların necə birləşəcəyini hələ görməsən belə, bu zamanlamaya güvən. Yolculuğunu formalaşdıran o gücün, sevginin nə vaxt həyatına daxil olmalı olduğunu bildiyinə inan. İndi məni dinləyənlərin çoxu emosional baxımdan tükəndiyi münasibətlərdən keçdi. Qarşılığını almadan verdin. Qorunmalı olduğun yerdə tək qaldın. Dərindən sevdin, amma nəzərə alınmadın. Qiymətləndirilmədin ya da əldə olan kimi görüldün. O bənzərsiz sədaqətin nadir tapılan bir cəvahir əvəzinə adi bir şeymiş kimi xərclənmişdi. Bu təcrübələr qəlbində izlər qoydu. Sağ qalmaq üçün, eyni ağrını bir daha yaşamamaq üçün ətrafına hündür divarlar tikdin. Amma indi sənə bu divarları yavaş-yavaş aşağı endirməyin təhlükəsiz olduğu xatırladılır. Həyatına gələcək o insan sənin sevgini istifadə edib atılacaq bir şey kimi görməyəcək. Onu əsl dəyəri ilə qiymətli və mənalı bir hədiyyə kimi görəcək. Sənin sevgini hörmətlə qarşılayacaq və ona eyni diqqətlə cavab verəcək. Heç bir oyun olmayacaq, heç bir qarışıqlıq olmayacaq. Görəsən nə demək istədi deyə düşünməyəcəksən. Onun yanında yerinin harda olduğunu həmişə biləcəksən. Çünki sözləri ilə əməlləri hər gün bir-birini təsdiqləyəcək. Onun varlığı sənə narahatlıq deyil, aydınlıq gətirəcək. Başqalarının nə düşünəcəyini, necə reaksiya verəcəyini düşünə bilərsən. Ailənin nə deyəcəyi, dostların nə söyləyəcəyi, cəmiyyətin bu yaş fərqinə necə baxacağı barədə narahat olmaq çox insanidir. Bu, qəbul olunma istəyindən gəlir. Amma bu, sənin həyatındır. Bu, sənin qəlbindir. Bu sevgi hekayəsini yalnız sən yaza bilərsən. Başqalarının fikirləri sənin xoşbəxtliyindən və daxili rahatlığından daha güclü olmamalıdır. Səni həqiqətən sevənlər səndəki dəyişikliyi nəticədə fərq edəcəklər. Onun gözlərindəki işığı necə geri gətirdiyini görəcəklər. Gülüşünün qayıtdığını, özünə inamının təzələndiyini, ruhunun yumşaldığını görəcəklər. Əvvəlcə sual işarəsi qoyanlar belə zamanla bunu anlayacaq. Əgər bəziləri heç vaxt anlamasa, özündən bunu soruş. Öz həqiqətini şərəfləndirmək, yoxsa sənin həyatını idarə etmək üçün nəzərdə tutulmayan gözləntilərə görə yaşamaq daha vacibdir. Əlbəttə, bu münasibət çətinliklərdən azad olmayacaq. Fərqliliklər üzə çıxacaq, anlaşılmazlıqlar olacaq. Səbr tələb edən ünsiyyət anları gələcək. Amma bu anlar bir uğursuzluq əlaməti deyil. Birgə böyüməyiniz, etibarınızı möhkəmləndirməniz və paylaşdığınız bağın hər cür təzyiqə dayana biləcək qədər güclü olduğunu sübut etməyiniz üçün fürsətdir. Hər mənalı münasibət əmək tələb edir. Bu münasibəti fərqli edən, sərf edilən əməyin yorucu deyil, mükafatlandırıcı olmasıdır. Bu gənc insan səni inkişaf etdirəcək. Tənqidlə yox, ürəkləndirməklə, nümunə olmaqla səni böyüdəcək. Onun varlığı səni özünə daha yaxşı baxmağa, bir zamanlar tərk etdiyin hədəflərin ardınca getməyə, həyata yeni bir həvəslə baxmağa təşviq edəcək. Qarşılığında sən də ona həmişə axtardığı sabitliyi, etibarı və emosional dəstəyi verəcəksən. Sən onun limanı, etibarlı dayanağı olacaqsan. Birlikdə bir-birinizin ən gözəl versiyalarını üzə çıxaracaqsınız. Sənə gələn bu sevgi fərqində olmadığın köhnə yaraları da sağaldacaq.
Uşaqlıqda yaşadığın diqqətsizlik hisslərini, acı bitən köhnə münasibətlərin qalıqlarına, rədd edildiyin və ya görünməz olduğun anların izlərini siləcək. Bu yeni bağ ilə özünü təhlükəsiz hiss edəcək. Qorxmadan, dürüstcəsinə danışa biləcəksən. Artıq lazım olmayan müdafiə mexanizmlərini bir kənara qoyacaqsan. Bu növ sevgi səssizcə və təbii şəkildə sağaldır. Kimsə səni təmir etməyə çalışdığı üçün yox, sən olduğun kimi qəbul edildiyini hiss etdiyin üçün. Köhnə qorxularının pəncəsi yumşalacaq. Etibar yavaş-yavaş geri qayıdacaq. Sağ qalmaq xatirinə gizlətdiyin o şən parçalarını yenidən kəşf edəcəksən. Bu sevgi iki ruh düzgün vaxtda qarşılaşanda təsadüflərin fövqündə ali bir güc tərəfindən yönləndirildikdə baş verir. Yaşadığın heç nə əbəs getmədi. Ürək ağrıların səni gücləndirdi. Gözləmə dövrün sənə səbir öyrətdi. O tənhalıq günlərin həqiqətən nəyin vacib olduğunu anlamana yardım etdi. Hər təcrübə səni bu sevgini tanımağa və gəldiyində ona dəyər verməyə hazırladı. İndi daha şuurlu, daha minnətdar və daha tarazlı sevə biləcəyin bir yerdəsən. Bəziləriniz çox uzun müddət gözləyir. Arzulandığınızı, dərindən görüldüyünüzü hiss etdiyinizdən illər keçmiş kimi gəlir. Sevginin sizi ötüb keçdiyini, şansınızı itirdiyinizi düşünmüş ola bilərsiniz. Bunlar həqiqət deyil. Sevginin son tarixi yoxdur. Ruhani bağın yaş həddi yoxdur. Sağ olduğun və açıq qaldığın müddətcə sevgi səni tapa bilər. İndi də tapır. Bəziniz o səssiz anlarda ümidlərinizi pıçıldadınız. Gecə yarısı dünya susanda sevgi istədiniz, başa düşülmək istədiniz, sizi həqiqətən görəcək birini dilədiniz. O dualar cavabsız qalmadı. Hər səmimi arzu eşidildi. Cavab artıq addım-addım formalaşır. Bu gənc insan o cavabın bir hissəsidir. Amma sevgini qəbul etmək hazırlıq tələb edir. Köhnə yaraları sağaltmaq, yeniyə mane olmasınlar deyə. Özünə hörmət və özünü dərk etmək inkişaf etdirmək. Qəlbində yeri olmayan acını, qəzəbi bağışlayıb azad etmək. Qorxu səni bağlanmağa məcbur etsə belə, açıq qalmağa niyyət etmək. Yaşayacağın bu münasibət indiyə qədər bildiyin hər şeydən daha dərin hiss etdirəcək. Söhbətləriniz su kimi axacaq. Saatların necə keçdiyini hiss etməyəcəksiniz. Sükutlar belə sakit olacaq. Boşluq hissi duymayacaqsınız. Özünü təkrar-təkrar izah etmədən başa düşüldüyünü hiss edəcəksən. Dəyərini sübut etməyə çalışmadan qəbul olunacaqsan. Gündəlik həyatına sevinç qayıdacaq. Gülüş daha asan çıxacaq. Həyatın ağır ciddiliyi oyunbaz bir ruhla yumşalacaq. Yeni şeylər sınayacaq, yeni macəralara atılacaq və həyata təzə bir maraqla baxacaqsan. Onun gənc ruhu səni yormayacaq, əksinə təzələyəcək. Eyni zamanda sən də ona çox ehtiyac duyduğu şeyi verəcəksən. Sabitlik, etibarlılıq, emosional dərinlik. O, yetkinlikdən məhrum insanlardan yorulmuşdu. Nə dediyini bilən, sözünün arxasında duran, bütün varlığı ilə orada olan birini axtarırdı. Səninlə tanışanda axtarışının sona çatdığını anlayacaq. Ətrafındakı hər kəs bu sevgini alqışlamaya bilər. Bəzi insanlar səni o kiçik, tək qalan versiyanla daha rahat hiss edirdi. Səni xoşbəxt və dolğun görəndə, öz daxili narahatlıqlarını tənqid qılığında səni əks etdirə bilərlər. Kimin sözünü həyatına buraxdığına diqqət et. Hər ucadan danışan müdrikcəsinə danışmır. Qəlbinə doğru gələnə güvən. Bu sevgi səhv deyil, təsadüf deyil. Bu, yolçuluğunun davamı və tam vaxtında gələn bir mükafatdır. Bəzi insanlar öz qorxularını və özünə inamsızlıqlarını başqalarına əks etdirir. Başqasına gələn lütfə tamaşa etməyə dözmür. Buna görə xoşbəxtliyini qorumalısan. Sevmə qabiliyyətini bəsləməlisən. Ruhuna kimi yaxınlaşdırdığına diqqətli ol. Səni həqiqətən xoşbəxt görmək istəyənlərlə ətrafını sar. Sənin yüksəlişini öz uğuru kimi sevinclə qarşılayanlarla bir yerdə ol. İşığını söndürməyə çalışanlarla yox, ruhunu canlandıran şeylərin ardınca getmək üçün səni ruhlandıranlarla yürü. Bu gənc insanın da qorunmağa ehtiyacı olacaq. Çöldən nə qədər özünə əminmiş və qayğısız görünsə də, heç kimə göstərmədiyi bir həssaslığı ola bilər. Keçmişindən gətirdiyi yaraları, onu səssizcə formalaşdıran ümidsizlikləri, az bəhs etdiyi özünə inamsızlıqlar ola bilər. Onu sevmək, rol oynamasına ehtiyac qalmayan o təhlükəsiz emosional sahəni yaratmaq deməkdir. Qorxularının mühakimə olunmadan deyə biləcəyi, həssaslığının səbirlə qarşılanacağı bir liman olmaq deməkdir. Sən artıq onun üçün o təhlükəsiz liman olma qabiliyyətinə maliksən. Həyat təcrübən səni güclü şəkildə formalaşdırıb. Sənə öyrədilə bilməyəcək bir səbir
və yalnız çətinliklərdən keçərək qazanılan bir anlayış dərinliyi verib. Acıdan keçərkən qazandığın o mərhəmət və empatiya sənin ən böyük gücündür. Bunlar zəiflik deyil, bu münasibətə gətirdiyin ən qiymətli hədiyyələrdir. Bunlar bu bağın etibar içində böyüməsini təmin edəcək o səssiz, amma sarsılmaz güclərdir. Dinləməyi öyrəndin, orada olmağı öyrəndin, tələsmədən sevməyi öyrəndin. Bu xüsusiyyətlər düşündüyündən qat-qat çox fərq yaradacaq. Daxilində bu sevgini qorumağa dair səssiz bir söz ver. Onu şübhələrdən, kənar səslərdən və artıq sənə xidmət etməyən köhnə qorxulardan qoru. Bu sevginin zamanlaması səni təəccübləndirə bilər. Gözlədiyin anda gəlməyə bilər. Xəyal etdiyin qəlibə uyğun gəlməyə bilər. Amma böyük mənzərəyə fokuslan. Sənin məhdud baxışından kənarı görən bir plan var. Səbirsiz hiss etsən belə, zamanlamanın düzgünlüyünə inan. O insan həyatına girəndə hər şeyin niyə daha əvvəl olmadığını, niyə o gözləmələrdən keçdiyini anlayacaqsan. Hər gözləmə mövsümü səni gələni qucaqlaya biləcək o insana çevirən bir hazırlıq mərhələsi idi. Gözləyərkən həyatı dolu yaşamaqda davam et. Xəyallarını dayandırma. Sənə zövq verən şeylərin ardınca getməyi tərk etmə. Dostluqlarına sərmayə qoy. Bədəninə, zehninə və ruhuna yaxşı bax. Sevgi içindəki həyat enerjisi sönməyənlərə çəkilir. Məqsədi və istiqaməti olan insanlara. Xilas olunmağı gözləmək əvəzinə öz yolçuluğuna sahib çıxan ruhlara. Niyyətlə yaşadığında, ətrafına o sakitliyi və özünə inamı yaydığında təbii olaraq maqnit kimi çəkici olursan. Sevgi heç bir səy göstərmədən sənə doğru çəkilir. Bu gənc insan səndəki o işığı fərq edəcək. Səndə başqalarında tapmadığı bir şey olduğunu sezəcək. Sənin enerjinə, müdrikliyinə, həyata baxışına çəkiləcək. Çəkim kimi başlayan şey tezliklə dərin və mənalı bir bağa çevriləcək. Sənin əsl mahiyyətini öyrənmək istəyəcək. Hekayəni, fikirlərini, xəyallarını bilmək istəyəcək. Sənin dünyana qoşulmaq istəyəcək və sən də ona qarşı eyni çəkimi hiss edəcəksən. Yaş fərqinə baxmayaraq, onda çox tanış bir ruh görəcəksən. Rəqəmlərin sadəcə rəqəm olduğunu, iki ruh dərindən bağlandıqda hər şeyin mənasını itirdiyini anlayacaqsan. Bir zamanlar partnerdə axtardığın şeylərin əslində ehtiyacın olan şeylər olmadığını görəcəksən. Yeganə ehtiyacın olan səni azad, şərtsiz və çəkinmədən sevə biləcək biri idi. O insan səni məhz belə sevəcək. Sənin üçün doğru olan insanı tapmaq böyük bir lütfdür. Minnətdarlıq və qayğı tələb edən bir hədiyyə. Bəlkə bəziniz bu cür sevgiyə layiq olub olmadığını sual edirsiniz. O köhnə səslər sənin çox qırılmış, çox yaşlı və ya çox qüsurlu olduğunu pıçıldaya bilər. O səslər həqiqət söyləmir. Sən məhz olduğun kimi sevilməyə layiqsən. Müvəffəqiyyətlərin və ya iflaslarının üzündən yox. Sadəcə sən olduğun üçün xoşbəxtliyi haqq edirsən. Bir məqsədlə yaradılmısan və həyatın ölçülməz dəyərə malikdir. Bu gənc insan öz dəyərini görməkdə çətinlik çəkdiyin günlərdə belə sənin qiymətini görəcək. Özündən şübhələndiyin anlarda sənə kim olduğunu xatırladacaq. Mənfi düşüncələr zehnini bürüyəndə sənə cəsarət verəcək. Səni yıxmaq əvəzinə sap-sap inşa edəcək. Bu həmişə yaşamalı olduğun o əsl sevgidir. Bunun mümkün olduğuna inanmana izin ver. Bu münasibətin hər tərəfi dərin bir məmnunluq gətirəcək. Aranızdakı çəkim gücü ilə səni heyran edəcək. Bəlkə həyatının o səhifəsinin bağlandığını düşünürdün. Amma bu bağ əksini göstərəcək. Bu qarşılıqlı və əsl bir çəkim olacaq. Fiziki yaxınlığınız, ruhani və emosional bağınızın təbii bir əksi olacaq. Yaş və ya zahiri görünüşlə bağlı özünə inamsızlıqların səni geri çəkməsinə izin vermə. O insan sənin bütöv varlığına, hər şeyinə cəlb olunur. Qəlbini indidən hazırlamağa başla. Xəcaləti və müqayisəni tərk et. Özünü keçmişinlə və ya başqaları ilə ölçməkdən əl çək. Özünü bugün olduğun kimi qucaqla. Özünü nə qədər çox qəbul edib sevsən, sevgini bir o qədər azad şəkildə ala və verə bilərsən. Özünü qəbul etmək ən dərin bağların qapısını açan açardır. Bu münasibət böyüdükcə həyatının digər sahələrində də müsbət dəyişikliklər fərq edəcəksən. Həyat məqsədin təzələnəcək. Ailənlə və dostlarınla olan bağların güclənəcək. Ümumi rifahın artacaq. Sevginin həyatın bütün sahələrinə sızan, tarazlıq və aydınlıq gətirən sehirli bir tərəfi var. Qəlbin doyduqda və ruhun sakitlik tapdıqda dünyaya verəcək daha çox şeyin olur.
Bu insan xəyallarını dəstəkləyəcək, hədəflərini önəmsəyəcək və uğurunu səmimi şəkildə istəyəcək. Sənin böyüməyin ya da ambisiyaların onu təhdid etməyəcək. Əksinə, qələbələrini bayram edəcək və çətinliklərdə dimdik yanında dayanacaq. Onda sadəcə bir sevgili deyil, həyatının hər anında əsl bir yoldaş tapacaqsan. Sən də ona həmin dəstəyi verəcəksən.